Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz. Həftəniz xeyirli, ruzili, bərəkətli olsun inşallah. Bugün Siqnal kanalında siqnalları paylaşdıq. Siqnallar paylaşımdan sonra hər qalxışda və enişdə satış əməliyyatlarını icra etdik. Yalnız korreksiyalardan bir belə əməliyyatlar açmışıq. Yəni burada tək sellər yoxdur. Mənim fikrimcə buy da olmalı idi. Buylar da var. Yəni ümumi olaraq bugün bizim gəlirimiz hələ ki budur. Yəni ümumi istiqamət qızılda, yəni hələ ki ümumi gəliri budur. Ümumi istiqamət qızılda yuxarıda, Bitcoin də yuxarı qalxdı. Qızıl da, gümüş də və təbii ki, indi biz korreksiyaları gözləyirik. Ümumi olaraq qızıl 4600 4700-ə qədər, 4715-lərə qədər yüksəlməsi istəyir. Korreksiya nöqtəsi oradadır. Hətta 4700 yox, 800-ə qədər yəni qalxması gözlənilir. İlk öncə korreksiyalar yəni az da olsa olar, ondan sonra yenidən yüksəlişə doğru istiqamət alacaq. Ümid edirəm siqnal kanalında olanlar bugün iki siqnalı gümüşdə və qızılda alış əməliyyatlarından gəlirlərini nəticələndirdilər və uğurla bazardan çıxdılar. Yəni biz də durmadan əməliyyat açmışıq bugün, birinci gündür. Yəni bugün üçün yəni kifayət edər mənim zənnimcə. Yəqin ki, indi hazırda saat 8-ə işləyib, axşam saat 8-ə işləyib, yəni 19:20-dir. Ümid edirəm 1 saatdan sonra, 2 saatdan sonra aşağı korreksiyalarına məruz. Yəqin 9-dan sonra korreksiyalar, ondan sonra korreksiyalar olacaq. Uğurlar, sağ olun, görüşmək ümidi ilə.